Home lane tabını bitirdik sizlə. Keçirik insert lane tabı və digər lane tablarına. Insert lane tabı home lane tabında olduğu kimi yenə lent qruplarına bölünür və home lane tabında necə ki clipboard, font, paragraph, styles və editing lent qrupları var idi. Insert lane tabında da yenə eyni qaydada deməli e, insert lane tabının içərisində dedik ki page, tables, illustrations, links, header and footer, text bir de symbols lent qrupları mövcuddur. Birinci olarak PageLand qrupundan başlayırıq və PageLand qrupunun içərisində Cover Page ilk düyməmizdir. Cover Page, cover ingiliscə nə idi? Örtmək və yaxud da örtük mənasına gəlirdi və ümumi hər hansı bir sənədimizin sadəcə örtüyünü, yəni üz qabığını düzəldir. Neçənci səhifədə olursaqsa olaq, Cover Page vasitəsilə biz sənədimizə üz qabığı əlavə edə bilərik. Məsəl üçün, klikləyirəm, hər hansı bir üz qabığı nümunələrindən birini seçirəm. Tutaq ki, bu olsun deyirəm. Sənədimiz 100 səhifəlik bir sənəd olsa belə, cover page-ə kliklədiyimiz zaman sadəcə aparıb birinci səhifəyə əlavə edir. Yəni, ən başa əlavə edir. Mən hal-hazırda, məsəl üçün, 50-ci səhifədə dayansaydım belə, cover page-ə kliklədiyimiz zaman sənədimiz, yəni əlavə edəcəyi səhifəni aparır ən birinci səhifəyə əlavə edir. Bu da dediyimiz kimi cover page dediyimiz üz qapağıdır. Bunun üçün istifadə olunur. İkinci düyməmiz blank page'dir. Blank page'də yeni səhifə əlavə edir. Amma cover page'dən bir fərqi var. Cover page'də dedik ki, neçənci səhifədə olursaqsa olaq, aparır ən birinci səhifəyə əlavə edir. Amma blank page'də hansı səhifədə dayanmışamsa, neçənci səhifədə dayanmışamsa, həmin səhifədən sonrasına boş bir səhifə əlavə eləmiş olur. Təkrar edirəm. Cover page-də harada dayanıramsa dayanım aparır ən birinci səhifəyə əlavə edir. Blank page kursorun dayandığı cari səhifədən sonrasına bir səhifə əlavə eləmiş olur. Break page vasitəsilə mən tutaq ki, burada yazılarım var və bir neçə paragraf olmuş olsun və gəlib kursoru burada saxlayıram. Və break page düyməsinə kliklədiyimiz zaman, daha doğrusu page break düyməsinə kliklədiyimiz zaman həmin yerdən məcburi keçid edir hara? Növbəti səhifəyə. Yəni, sanki səhifəni həmin yerdən qırmış olur. Yəni, buradan sonrasını artıq növbəti səhifədə davam edir. Bunun qısa yolu Ctrl-Enter vasitəsilə də return verib burada. Ctrl-Enter vasitəsilə də məcburi növbəti səhifəyə keçid edə bilərik. Növbəti əmrimiz table əmridir. Table əmri cədvəl bölməsidir və bura diqqətlə qulaq asmanızı istəyirəm. Table əmri vasitəsilə susmaya görə, yəni standart halda sütun olaraq 10 sütun, sətir olaraq 8 sətirlik cədvəl əlavə eləməyimiz mümkündür. Məsəl üçün, standart olaraq 2-nin 2-yə əlavə edək, amma burada bir şey var, onu deyim ondan sonra. Bu susmaya görə idi. Susmaya görə maksimum 10 sütun, 8 sətirlik cədvəl əlavə eləmək mümkündür. Amma ümumi susmaya görə deməsə, sütunların sayını soruşsa bizdən, məsəl üçün deyirəm ki, bura 1 milyon dənə sütun əlavə eləmək istəyirəm və yaxud da 1 milyard dənə sütun əlavə eləmək istəyirəm. Okey deməsəm, bastığım zaman deyir, qardaş, 1 ilə 63 arasında ola bilər. Yəni, sütunlarımızın sayı minimum 1, maksimum 63 ola bilər. Cədvəl əlavə edərkən sütunlarımızın sayı maksimum 63 ola bilər. Bunu qaytaraq yenə eyni standart vəziyyətinə. Gələk sətirlərin sayına. Sətirlərin sayında da yenə ürəyimiz istəyən qədər qoya bilmirik. Necə ki, sütun sayı maksimum 63 ola bilirdi, sətir sayı da maksimum 32767 olmaq məcburiyyətindədir. Yəni, 1 ilə 32767 arasında ola bilər ancaq deyə. Bu da yeni cədvəl əlavə edərkən susmaya görə deməsəz, maksimum, minimum deyə soruşsa, minimum 1, maksimum 32767 sətir yaratmağımız mümkündür. Sütunların sayı da minimum 1, maksimum 63 ola bilər. Burada draw table var. Draw table vasitəsilə biz istədiyimiz formatda özümüz cədvəlləri seçə bilərik. Bu formatda cədvəllərin içərisində də bu şəkildə düzəlişlər verə bilərik. Bu cədvəli tutaq ki, belə bölmək istəyirəm. Bunu yenidən belə düzünə bölmək istəyirəm. Yəni, istədiyimiz şəkildə cədvəlləri tənzimləyə bilərik. Sənədə standart halda 2 sətir, 2 sütunluq bir cədvəl əlavə edək. Və cədvəllərin tutaq ki, burada hamısı
bütün bölmələri, xanaları doludur deyək və cədvəlin üzərinə yaxınlaşdırdığımız zaman kursoru sol yuxarı tərəfində belə bir dörd tərəfə də ox işarəsi verilən bir düymə yer alır. Bu düymə həm köçürmək üçündür, sənədimizi daşımaq üçündür, daha doğrusu cədvəlimizi daşımaq üçündür və kliklədiyimiz zaman da üzərinə bir dəfə klikləyib buraxdığımız zaman bütöv cədvəli seçmiş oluruq. Cədvəli seçərək, tutaq ki, cədvəlin hər hansı bir sətrini seçirəm. Bu sətri seçdik. Klaviaturadan backspace və yaxud da delete düymələri ilə silmə əməliyyatını icra edə bilərik. Delete düyməsinə bastığımız zaman sadəcə cədvəlin içərisindəkilər, yəni cədvəlin content dediyimiz məzmunu silinmiş olur. Amma delete yox, backspace düyməsi vasitəsilə siləsi olsaq, onlarla birlikdə, yəni məzmunla birlikdə sətrin özü də silinmiş olur. Qısacası, cədvəlin içərisindəykən delete əmri sadəcə məzmunu silir. Backspace məzmunla birlikdə sətri də silmiş olur. Bundan əlavə, cədvəlin sonuncu xanasına daxil olaraq həmin xanada Enter düyməsinə klikləyəsi olsam, sətri genişləndirmiş olur bu şəkildə. Sətri genişləndirmiş olur. Yox, Enter-ə yox, Tab düyməsinə basası olsam, yeni sətr əlavə edilmiş olur. Təkrar edirəm. Cədvəlin sonuncu xanasının içərisində Enter düyməsinə bassam, sətr əlavə eləmir, sadəcə xana genişlənir. Tab düyməsinə basası olsam, yeni sətr əlavə edir. Amma cədvəlin sonuncu xanasının içərisində yox, çölündə. Mən Enter düyməsinə də bassam, Tab düyməsinə də bassam, yeni sətr əlavə edəcəkdir. İçəridə sətr əlavə edən sadəcə Tab idi. Amma çöldə həm Enter, həm Tab ikisi də yeni sətr əlavə etmək üçün istifadə etdiyimiz düymələrdir. Aydındır. Sənədimizə cədvəl əlavə etdiyimiz zaman iki dənə əlavə lent qrupları açılır. Lent tabları açılır. Biri dizayn lent tabıdır, bir də layout lent tabıdır. Dizayn lent tabı vasitəsilə sənədimizin çərçivəsi də daxil bütün dizaynı tənzimləmək mümkündür. Layout vasitəsilə də sənədimizdə xanaların, sütunların, sətirlərin tənzimləmələrini etməyimiz mümkündür. Yəni silmək, yeni sətr əlavə etmək də buradan da mümkün olur. Table'ın növbəti əmri convert text to table'dır. Bu nə deməkdir? Bunu bəzən soruşur ki, nə zaman passiv olur falan. Hər hansı bir mətn seçməmişəm. Kursoru sadəcə boşluqda saxlamışam. Baxıram ki, convert text to table passiv. Amma mən gəlib hər hansı bir mətni seçəsi olsam, yazını seçəsi olsam, gəlirəm bura, seçdikdən sonra gedib həmin düyməyə baxıram ki, artıq passiv deyil, aktivdir. Çünki bu bizə mətndən cədvələ keçməyə imkan verir. Əgər hər hansı bir mətn seçili deyilsə, bu düymə hər zaman passiv olmuş olur. Convert text to table düyməsinə kliklədiyimiz zaman açılan pəncərədə OK düyməsinə basıram və istədiyimiz formatda yazımızı cədvəlin içərisinə salmış olur. Növbəti əmrimiz Excel spreadsheet-dir. Excel spreadsheet əmri vasitəsilə həm burada biz görəcəyik OLE texnologiyasını, bir də object düyməsində burada görəcəyik birazdan OLE texnologiyasını. Belə ki, həmin düymələr vasitəsilə biz sənədimizin içərisinə başqa bir sənəd əlavə edə bilərik. Məsələn, Word-ün içərisində dayanmışam. Excel spreadsheet vasitəsilə mən Excel-dən səhifə əlavə edə bilərəm. Nədir məsələmiz? Baxın, yuxarıda nə qədər də Word-ün işarəsi olsa belə, lent tablarına fikir verin, dəyişdi. Formula, data falan lent tabları gəlmiş oldu. Və Excel-in Home lent tabının quruluşunu görmüş oluruq. Bu, bizim Word-ün içərisində Excel açmağımız anlamına gəlir. Bir proqramın içərisindəykən başqa bir proqrama xitab eləməyimiz, başqa bir proqrama müraciət eləməyimizə deyirik OLE texnologiyası. OLE texnologiyası. Növbəti düyməmiz Picture düyməsidir. Picture düyməsi vasitəsilə biz sənədimizin, kompüterimizin içərisində olan hər hansı bir şəkli sənədimizə daxil etməyimiz mümkündür. Hər hansı bir kompüterin yaddaşından şəkil seçə bilərik və o şəkilləri sənədimizə daxil edə bilərik. Buradan istənilən bir şəkili seçə bilərik. Tutaq ki, burada belə bir şəkil var deyək. Həmin şəkli sənədimizin içərisinə daxil etmiş olur. Buradan kənarlarından tutaraq
kiçiltmə, böyütmə əməliyyatlarını yerinə yetirmək mümkündür. Tam ortada yaşıl rəngli, bax belə bir yumru işarə var. Bu işarə vasitəsilə də döndürməyimiz mümkündür. Sağa sola doğru döndürməyimiz mümkündür. Davam edək dərsimizə. Növbəti düyməmiz Clip Art'dır. Clip Art düyməsinə kliklədiyimiz zaman sağ tərəfdə belə bir pəncərə açılır. Və bu pəncərə bizə sənədin içərisində internet üzərindən yüklədiyimiz Clip Art dediyimiz ikonları bizə təqdim eləmiş olur. Və bu ikonlardan istədiyimizi gətirib üzərinə klikləyərək və yaxud da sürüşdürərək sənədimizin içərisinə bu ikonlardan sənədimizə əlavə etməyimiz mümkün bu formatda. Əlavə etməyimiz mümkün. Yenidən kənarlarından tutaraq böyütmə və yaxud da kiçiltmə əməliyyatlarını icra edə bilərik. Növbəti düyməmiz Shapes düyməsidir. Shapes düyməsi vasitəsilə biz sənədimizə fiqurlar əlavə edə bilərik. İstənilən bir fiquru siyahıdan seçərək bu formatda sənədimizi əlavə edə bilərik və fiqur əlavə etdiyimiz zaman format deyə bir lent tabı açılır və bu format lent tabında istənilən effektləri verməyimiz mümkündür. Məsəl üçün, belə bir effekt vermiş oluruq və bu effektdən də əlavə olaraq buradan rəng çeşidləri ilə həmin formatı dəyişə bilərik. Keçək növbəti düyməmizə. Növbəti düyməmiz Smart Art düyməsidir. Smart Art vasitəsilə sənədimizə təqdimat rejimində olduğu kimi bu formada qutucuqlar əlavə etməyimiz mümkündür. Məsəl üçün, belə bir Smart Art düyməsi əlavə edirəm və bunun istənilən, tutaq ki, buraya yazıram informatika, buraya yazıram ingilis dili, burada yazıram məntiq. Bu formatda, istədiyimiz formatda yazıları yaza bilərik və yaxud da dəyişdirə də bilərik oradan. Buradan 3D versiyaya da keçirə bilərik. İstənilən formasını da dəyişə bilərik. Hətta rəng çalarlarına qədər buradan dəyişməyimiz mümkündür. Bu sənədimizə belə bir, yəni bir var normal yazı ilə yazırsan, bir də var belə təqdimat tipində qutucuqları əlavə etmək üçün istifadə edirik. Bundan əlavə, Insert Link tabının içərisində chart düyməsi var ki, bu da yenidən Ori texnologiyasını bizə yadımıza salmış olacaq. Belə ki, Word-ün içərisindəykən yenidən Excel proqramı açılmış olacaq. Yəni, sənədə chart əlavə elədiyimiz zaman, yəni qrafik əlavə elədiyimiz zaman, diaqram üzr istəyirəm, əlavə elədiyimiz zaman, bu zaman yenidən Excel açılacaq və Excel üzərində etdiyimiz dəyişikliklər Word-də də olmuş olacaq. Sizdə sadəcə Word bölməsi görsənir. Ekran sadəcə Word-da paylaşmışam çünki mən sağ tərəfdə Excel-də dəyişdiyəcə siz burada kateqori bölməsində dəyişdiyi görəcəksiniz. Məsəl üçün şagird 1 olaraq nümunə yazıram. Enter vururam. Fikir verirsiniz, burada da dəyişmiş olub. Qısacası bir proqram üzərində dəyişiklik etdiyimiz zaman digər proqramda da həmin dəyişikliklər baş vermiş olur. Üzərinə klikləyərək üzərində hər hansı bir dəyişiklik etmək istəyiriksə bircə dəqiqə üzərində hər hansı bir dəyişiklik etmək istəyiriksə, yenidən bağlanaraq məlumatları dəyişə bilərik. Tutaq ki, şagird 1-in ilk məlumatını eləyək, 10 eləyək, məsəl üçün, birinci dəyərini. Mən digər proqramda dəyişdikcə, bu proqramda da eyni dəyişikliklər olmuş, yəni tətbiq olunmuş olur. Bu da öz yerində. Yenidən chart əlavə elədiyimiz zaman 3 dənə əlavə lent tablar açılmış olur. Və bu lent tablarda ikisi digər lent tablarından, digər bölmələrlə eyni idi. Hansı ki, dizayn, layout və format lent tablarda burada açılmış olur. Yeni chart, yəni yeni diaqram əlavə etdiyimiz zaman. Screenshot bölməsi vasitəsilə adı üstündə ekran görüntüsü almaqdan ötürü istifadə olunur, yəni ekranın şəklini çəkməkdən ötürü istifadə olunur. Hyperlink bölməsi vasitəsilə, məsəl üçün, bura yazıram salam, millət, bu bizim dərsimizdir deyə bir yazı yazır. Mən istəyirəm ki, salam sözünün üzərinə kliklədiyimiz zaman sənəd geçsin bizə şey açsın, nə bilim, YouTube kanalını açsın. Gəlirəm bura, hiperistinad, hiperlink deyirik buna. Klikləyirəm hiperlinkin üzərinə və burada YouTube-un linkini yazıram aşağı hissəsinə, adres hissəsinə. OK düyməsinə bastım. Gəlirəm bura. Əlavə etmək üçün Ctrl-K kısalığından da istifadə edə bilərdim bu düymədən əlavə və daxil olmaq üçün Ctrl-Klikdir. Ctrl basıb tutaraq mən yazının üzərində Ctrl düyməsinə basıram və Ctrl düyməsinə basıram.
əl işarəsində çevrilir. Görürsünüz, klikləmə özəlliyi verir bizə. Kliklədirəm salam sözünün üzərinə və buradan YouTube açılmış olur. Yəni kliklədiyimiz linkə daxil olmuş olur. Ha, sizdə bir dənə Word-ü paylaşmışam da. Ekranı tam paylaşmamışam, Word-ü paylaşmışam sadəcə. Ona görədir. Yəni qısacası hər hansı bir yazıya hiperistinad vermək üçün istifadə olunur. Növbəti düyməmiz bookmarkdır. Bookmark düyməsi vasitəsilə sənədimizin hər hansı bir yerinə, məsəl üçün bu inək olan yerinə gəlirəm bir dənə bookmark, yəni əlfəcin əlavə edirəm. Əlfəcin nə idi? Kitab ayıracı idi. Hansı ki, yadımızdan çıxmasın deyə kitabın arasına qoyduğumuz əlfəcinləri nəzərimizdə saxlayaq. Və bura inəyin yanına bir əlfəcin əlavə edirəm ki, yadımdan çıxmasın, ora qayıda bilim deyə. Məsəl üçün, bir əlfəcin əlavə edək, adını da qoyaq inək, ədd düyməsinə basaq. Tamam, yeni bir əlfəcinimiz olmuş oldu. Tutaq ki, 1000 səhifəlik bir sənəddir. Sənədləri incəliyə gedirəm. Bura çatdım. Tutaq ki, sonudur. Və yaxud da hər hansı başqa bir bölməsindədir. Deyirəm ki, bayaqki yadımızdan çıxan yerə qayıtmaq istəyirəm. Bookmark düyməsinə kliklədirəm və inək əlfəcininə go to deyirəm. Getsin ora deyirəm. Kursoru görün hara gətirdi. Tam olaraq o əlfəcini əlavə elədiyimiz hissəyə kursoru gətirmiş oldu. Header and footer var. Header bölməsi hər hansı bir səhifənin başlığına, bu hissəsinə əlavə etdiyimiz başlıqlardır. Belə ki, header düyməsinə klikləyirəm. Gəlirəm burada. Sənədimizə bir başlıq əlavə edirəm. Və bu başlığın içərisində tutaq ki, salam millət yazıram. Millət oldu. Salam millət yazıram. Bu header'ın özəlliyi nədir? Adi bir yazı ilə də yaza bilərdik. Birini əlavə edirəm. Fikir verin, hamısına əlavə olunmuş oldu. Bütün səhifələrə artıq tək-tək əlavə eləməyimizə ehtiyac yoxdur. Footer da onun kimidir. Məsələn, bu səhifədə dayanıram. Footer aşağı tərəfinə footer əlavə edirəm. Və deyirəm ki, bu footer nə olsun? Bu olsun. Tutaq ki, footer bunu. Necəsiniz deyə bir şey yazır. Və baxıram ki, eyni footer bütün sənədlərin aşağı hissəsinə əlavə olunmuş oldu. Bu formatda. Əlavə olunmuş oldu. Birinin üzərində dəyişiklik elədiyimiz zaman, məsəl üçün bu yazını silirəm. Deyirəm ki, yenə salam, millət, necəsiniz? Buradan çıxış edək. Dəyişmədik. Birində təsdiqləməmişəm. Buraya. Birində etdiyimiz dəyişiklik fikir verirsiniz, digərlərində də tətbiq olunmuş oldu. Yəni birində eləməyimiz digərlərinə də təsir eləməyə anlamına gəlmiş olur. Text box dediyimiz zaman hər hansı bir mətin qutucuğu əlavə eləmiş oluruq. Quick parts mətin qutucuğu dediyimiz səhifələrin ortasında, kənarlarında bu şəkildə məlumat qutucuqları olur. Onları əlavə etmək üçün istifadə olunur. Quick parse dediyimiz zaman yenə eyni qaydada sənədin içərisinə avtomatik olaraq tekst yerləşdirə bilərik, yəni yazarını yerləşdirə bilərik və yaxud da hansı belə buna bənzər sahələr varsa, əgər onları əlavə edə bilərik. Word art vasitəsilə sənədlərimizdə olan yazılara forma verə bilərik. Məsəl üçün gəlirəm, buradan hər hansı bir yazını seçərək Word art vasitəsilə burada həmin yazıya özəllik verə bilərik. Bu formatda. Bu da Word art vasitəsilə eləməyimiz mümkündür. Bir də var dropcap. Dropcap nə işə yarayır? Hər hansı bir mətn olduğunu düşünək sənədimizdə. Yine mətnimiz yoxdur. Tamam, neysə buradan görə eləyəcəkmi? Hər hansı bir mətn olduğunu düşünək sənədimizdə və boşluq tapaq, boşluqdan yazaq. Bu bizim ikinci dərsimizdir. Və sənədimizin neçə sətirli olursa olsun fərqi yoxdur. Birinci hərfini seçərək drop cap vasitəsilə bu formatda böyüdə bilərəm. Artıq bu şəkildə nağıllarda olduğu kimi birinci hərfi böyüdərək qalanlarını kiçik formada yazmış olur. Equation bölməsi vasitəsilə mən sənədimizə düsturlar əlavə edə bilərəm.
Qısa yolu alt bərabərdir düymələrdir, düymə kombinasiyasıdır ki, sənədimizə düsturlar əlavə etməyimiz mümkündür. Bir də klaviaturada olmayan simvollar əlavə etmək üçün simvol bölməsindən more symbolsa klikləyirəm. Bu formada bütün simvollar açılmış olur ki, sənədimizə əlavə edək deyə. Tutaq ki, mən sənədimizdə kursor burada dayanıb, sənədimizə bir neçə dənə simvol əlavə edirəm. Bir bunu əlavə elədim, sonra bunu əlavə elədim, sonra bunu əlavə elədim, sonra bunu əlavə elədim, sonra bunu əlavə elədim, belə-belə gedir. Burada əlavə elədik. Sual verir mənə, kursoru gətirib qoyub bura. Deyir, ən son əlavə olunmuş e, simvolumuz hansıdır? Ekrana əsasən tapın deyir. Yadınıza saxlayın. Bax, burada recently used symbols var. Kursor harada dayanırsa dayansın. Sizi kursor aparıb bura qoyar, sizi çaşdırmaq üçün soruşar. Elə bilərsiniz də budur. Xeyr, recently used symbols bölməsində ən solda olan bizim ən son istifadə etdiyimiz simvoldur. Fikir burada da görünür. Heç buranı göstərməyəcəklər amma sualda. Bu hissəni sadəcə verir. Pəncərəyə əsasən deyir. Pəncərəyə əsasən recently bölməsində ən soldakı bizim ən sonuncu istifadə etdiyimiz simvoldur. Bu da yadınızda qalmış olsun. Page layout səhifələrin tənzimləmə bölməsidir. Və page layout link tabında themes, page setup, page background, paragraph bir də arrange link qrupları mövcuddur. Birinci olaraq temalar bölməsi home link tabında gördüyümüz style bölməsi ilə eyni şeydir. Belə ki, burada da yenə standart olaraq bizə temalar, hazır formatlar verir və o formatların üzərində işləyirik. Həmin formatlarda olan ləhcələri, yazı tipləri bunlarda dəyişməyimiz mümkündür. Base setup vasitəsilə birinci olaraq margins bölməsi yer alır. Margins bölməsi vasitəsilə sənədlərin kənar boşluqlarını, hansı ki burada mən file menu tabında sizə print əmrində burada marginsi izah eləmişdim. Və margins dediyimiz kənar boşluqları idi. Həmin kənar boşluqları da burada düzəltməyi izah eləmişdik sizə. Eyni şey burada da var, hansı ki yazıların, səhifələrin kənarında olan bu boşluqları, yuxarısında aşağısında olan bu boşluqları tənzimləmək üçün margins bölməsindən istifadə edə bilərik. Yəni burada həmin boşluqları azaldıb artıra da bilərik. Orientation yenə şey bölməsində var idi, print bölməsində var idi. Vərəqin istiqaməti idi. Portret və albom istiqaməti olmaq üzrə, portrait və landscape olmaq üzrə iki yerə ayrılırdı. Size bölməsi vasitəsilə səhifələrin ölçüsünü düzəltməyimiz mümkündür, vərəqin daha doğrusu. A4 vərəqim olacaq, məktub vərəqim olacaq, yəni istədiyimiz ölçünü buradan seçə bilərik. Və səhifəmizdə olan yazıları sütunlara bölə bilərik. Yəni, bu cədvəl sütunundan danışmıram. Ümumiyyətlə sütunlara bölə bilərik. Yəni, seçirəm buranı və oranı tutaq ki, iki sütuna bölmüş olduq. İki sütuna bölmüş olduq və tutaq ki, buranı seçək. Bu formatda iki sütuna bölür. Fikir verin, yanından yaza-yaza getmir. Üzr istəyirəm, alt-alta yaza-yaza getmir. Bu formatda ayrı-ayrı sütunlara bölmüş olur. Əgər sütunlar arasında xətt istəyirəmsə, gəlib klikləyərək line between bölməsi vasitəsilə sətirlərin, sütunların arasında da xəttlər qoymamız mümkündür. Bunun kimi bir neçə sütun da eləməyimiz mümkündür. Sadəcə 2 yox, 2-dən artıq da eləməyimiz mümkündür. Məsələn, 3 sütun olsun deyirəm, 3 sütuna bölür həmin yazıları. Bu formatda da edə bilərəm. Fərqli dizaynlarda sol tərəfə söykəmə versiyasında da eləməyimiz mümkündür. Bunun kimi maksimum 45 dənə sütuna bölməyimiz mümkündür columns əmri vasitəsilə. Bu da yadımızda qalmış olsun. Watermark bölməsi vasitəsilə səhifələrimizin arxasına solğun rəngli bu formatda yazılar və yaxud da şəkillər əlavə etməyimiz mümkündür. Gəlirəm, klikləyirəm. Baxın, solğun rəngdə də olsa arxa tərəfdə verib, confidential verib deyəsən. Zoom şeyini işləmişim. Neyse. Confidential verib bu formatda arxa fonda belə kölgələr yaratmağımız mümkündür. Page color vasitəsilə də gəlirik bura. İstədiyimiz səhifənin arxa fonunu istədiyimiz rəngdə tənzimləməyimiz mümkündür formatda. Tənzimləməyimiz mümkündür. Page border vasitəsilə də sənədlərimizə kənar çərçivələr əlavə edirəm. Bütün səhifələrdə avtomatik olaraq əlavə eləmiş olur.
Indent var burada. Indent dediğimiz bölme ne işe yarayır? Homeland tabında görmüştük. Bir abzas ileri ve bir abzas geri. Increase indent bir de decrease indent verirdi. Bunun vasitəsilə səhifələrimizi, abzaslarımızı paragraflarımızı üzr istəyirəm. Bir abzas irəli və bir abzas geri aparmamız mümkün. Yəni sağa sola aparmamız mümkündür. Və eyni qaydada Homeland tabında biz gördüyümüz kimi e, sətirlər və paragraflar arası boşluqda line and paragraph spacing bölməsi vasitəsilə sətirlərimizi e, arasındakı boşluğu buradan necə tənzimləyirdiksə, page layout bölməsi vasitəsilə də eyni qaydada buradan spacing bölməsi ilə tənzimləyə bilərik. Əgər bağlanarsa, bu limitlidir, 8 dəqiqəmiz qalıb. Bağlanarsa yenidən yeni link atacağım, həmin linkdən qoşulacaqsınız yoldaşlar. Xəbəriniz olsun. Deməli, buranı bir dənə tək sütunla eləyək. Tək sütuna. Heh, oy. Burada nəyimiz qaldı? Nəyimiz qaldı? Position bölməsi qaldı. Position bölməsi vasitəsilə tutaq ki, mən sənədimizə əlavə edədiyimiz iki dənə fiqur olmuş olsun. Tutaq ki, biri bu ürək forması olsun. Biri də başqa bir şey olsun. Belə gülücü işarəsi olsun. Rəngini dəyişək ki, bir-birindən seçilsin deyə. Tamam. Gəlirəm bura. Page layoutun içərisində seçilmiş obyekti e, Position düyməsinə klikləyərək buradan da verə bilərəm harda olacağını. Özümüz də sürüşdürüb apara bilərik istədiyimiz yerə. Amma Wrap text düyməsi var burada. Bax, fikir verin, hər hansı bu yazı gəlir düşür bunun üzərinə və bunun üstünü örtür. Mən istəyirəm ki, bu heç nəyin üzərini örtməsin. Bunun üçün wrap text dediyimiz sənədin içərisində sənədi kəsərək və yaxud da sənəd deməyim daha doğrusu yazıların üzərini örtməyəcək şəkildə yazıları kəsərək yazıları onun kənarından davam etdirmək şərti ilə yerləşdirə bilərəm. Və yaxud da şəkil biri şəkil digərinin üzərinə çıxıb, gəlirəm bura, bu gülücü işarəsinin yanına. Deyirəm send backward, digər şeyin şəklinin arxasına atır. Bring forward, digərinin önünə çəkir, önə çıxartmış olur. Homeland tabının selection pane əmrində, editing lent qrupundakı select selection pane əmrində gördüyümüz o selection pane pəncərəsi burada da var. Və bunun vasitəsilə nə iş gördük yadınızdadır? Bunun vasitəsilə əlavə olunmuş obyektləri qarşısında bu göz işarəsi vasitəsilə göstərib gizlətməyimiz mümkündür yadınıza gəlirsə. O əmri buradan da etməyimiz mümkündür. Qısacası sənədə əlavə olunmuş obyektlərin göstərilib gizlədilməsi üçün Homeland tabının editing lent qrupunda yerləşən select selection pane əmrindən də istifadə edirdik. Eyni qaydada page layout tabının içərisində selection pane düyməsi vasitəsilə də həmin pəncərəni açmamız mümkündür. References və mailings lent tabları normalda proqramımızda yoxdur. Ümumi məlumat olaraq verəcəm nə işə yaradıqlarını. References lent tab vasitəsilə əsasda burada table of contents-də bitirir iş və references lent tabının table of contents və digər düymələri vasitəsilə də sənədimizə referanslar, yəni daha doğrusu referans deməyək buna nə əlavə etməyimiz mümkündür? Mündəricət əlavə etməyimiz mümkündür. Sənədimizə mündəricət əlavə etməyimiz mümkündür. Mailings bölməsi vasitəsilə də sənədimizə hazırladığımız sənədləri kompüterimizin yaddaşında olan istifadəçilər və yaxud da hər hansı başqa e-mailini bildiyimiz şəxslərə göndərməyimiz mümkündür. Zərf halına gətirərək göndərməyimiz də mümkündür. Referensizlə mailings tabları bunlardır. Keçək review'ya. Review tabının içərisində proofing, language, comments, tracking, change, compare və də protect bölmələri yer alır. Bunların bəziləri var ki, bunlar trackingdir, protectdir. Bu iki bölmə sizə ehtiyac olmayacaq, amma ümumi məlumatda yenə düzəlişlər də əslində ümumi məlumatları da verəcəm sizə. Birinci olaraq proofing bölməsindən başlayaq. Proofing bölməsində ilk düyməmiz spelling and grammar düyməsidir. Yazı yer demişdim, yazının altından dalğalı, qırmızı dalğalı xətt, yaşıl dalğalı xətt çəkilir.
Onu biz aşağıda burada Words düyməsində, Words düyməsinin yanında burada kitab işarəsinin üzərində görürdük. Eyni əməliyyat burada da mümkündür və burada da istədiyimiz yazını düzəltməyimiz mümkündür. Yəni seçdiyimiz yazıda hər hansı bir qrammatik və yaxud orfoqrafik səhv varsa, düzəldərək bizə aşağısında nələr ola bilər, hansı sözlərə oxşuyur, o formatda bizə düzgün versiyalarını vermiş olur. Research əmri vasitəsilə, yəni qısa yolu alt klikli, Research əmri vasitəsilə seçilmiş mətni internet üzərində axtarışa verə bilərəm, araşdırma edə bilərəm. Tezarus bölməsi vasitəsilə də seçilmiş sözün sinonimlərini tapır. Və seçirəm hər hansı bir sözü və bu seçilmiş sözü tezahür düyməsinə klikləyirəm. Buradan aşağı hissəsində sinonimlərini, yəni mümkün e, sinonimlərini tapıb çıxarmış olur. Word count düyməsini kliklədiyimiz zaman açılan pəncərəni biz sizlə burada da görmüşdük. Words düyməsində eyni pəncərədə hər hansı bir dəyişiklik yoxdur. Burada da yine eyni şeyi görmüş olur. Gəldik hara? Translate düyməsi vasitəsilə bərbad şəkildə Google Translate-ə bənzər bir şəkildə Translator-da istifadə edib. Burada çevirəcəyimiz dildən yəni təhlil edəcəyimiz, daha doğrusu dili seçməyimiz mümkündür. E, Comments bölməsi vasitəsilə hər hansı bir bölməyə, məsələn, sənədin bir hissəsinə gəlmişəm. Bu bölməyə comment, yəni şərh əlavə etmək üçün istifadə edirik. Həmin əlavə etdiyimiz şərhi silə, əvvəlki növbətinə keçid edə bilərik. Change bölməsi də yenə eyni qayda tracking bölməsi kimi yoxdur proqramımızda. Yəni dəyişikliklər bölməsidir, təsdiqləmək və yaxud da ləğv etmək mümkündür. Compare və combine bölməsi var. Compare iki sənədi birləşdirmək. Combine əmri vasitəsilə də iki sənədi üzr istəyirəm. Compare bölməsi vasitəsilə iki sənədi müqayisə etmək. Combine düyməsi vasitəsilə iki sənədi birləşdirməyimiz mümkündür. Burada da istifadəçiləri, yəni sənədə yenidən şifrə qoymaq və istifadəçiləri bloklamaq, blokdan çıxarmaq mümkündür həmin bölmə vasitəsilə. View lent tabı önəmli bir lent tabıdır. Bunu bir dəqiqə vaxtımız qaldığına görə bunu növbətçisində izah edəcəm. İndi göndərirəm qrupu şəxsidə hərəcə yenə bir dənə link. Həmin linkə qoşularaq yenidən dərsimizə davam edəyik. Yarımçıq qalacaq. Deməli, davam edək Viewlent tabından. Viewlent tabının içərisində ilk olaraq Document Views var və burada görünüş rejimləri yer alır. İlk görünüş rejimimiz və süsməyə görə görünüş rejimi Print Layout deyə açılır. Print Layout deyə açılır. Və standart halda Word-ı açdığımızda həmin görünüş rejimində açılır. İkinci görünüş rejimimiz full screen reading bölməsidir. Yəni tam ekran görünüş rejimidir. Və tam ekran görünüş rejimimizdə kliklədiyimiz zaman bu formada tam ekranı görmüş oluruq. Və tam ekran görünüş rejimində yadınızda saxlayın. Nə lent tabları, nə də xəttkeşlər görünmür. Nə lent tabları, nə də xəttkeşlər görünmür. Full screen reading görünüş rejimində. Növbəti görünüş rejimimiz web layout görünüş rejimidir. Web layout görünüş rejimimizdə tablar görünür. Üfüqi xəttkeş görünür, amma şaquli xəttkeş görünmür. Full screen-də heç bir xəttkeş görünmürdü, amma web layout-da üfüqi görünür, şaquli xəttkeş görünmür. Bunu da bu formada yadımıza saxlamış olaq. Outline görünüş rejiminə keçdiyimiz zaman Outline görünüş rejimi yeganə görünüş rejimidir ki, özünün ayrıca lent tabı açılır. Outline görünüş rejimində də full screen-dəki kimi heç bir xəttkeş görünmür. Nə üfüqi, nə şaquli xəttkeş görünmür Outline görünüş rejimində. Bu da növbəti görünüş rejimi idi. Digərinə keçək. Draft görünüş rejiminə. Draft görünüş rejimində də web layout görünüş rejimindəki kimi üfüqi xəttkeş görünür, şaquli xəttkeş görünmür. Deməli, ümumiləşə olsaq, cəmləşə olsaq, print layout standart olan idi. Full screen readingdə heç bir
xəttkeş və şey görünmür, lent tabları görünmür. Web layoutda lent tabları görünür, amma üfüqi xəttkeş görünür, şaqılı xəttkeş görünmür. Outline-da da yenə heç bir xəttkeş görünmür. Draft görünüş rejimidir ki, o da web layoutdakı kimi üfüqi görünür, şaquli görünmür. Bu formada yadımızda qalsın. Ruler düyməsine kliklədiyimiz zaman, qarşısındakı işarəni ləğv etdiyimiz zaman xəttkeşlər də yox olmuş olur. Grid lines bölməsi vasitəsilə arxada tor xəttlər yaranır. Həmin xəttləri aktivləşdirib passivləşdirməyimiz mümkündür. Navigation pane bölməsi var burada da. Bu da axtarış pəncərəsinə Ctrl F-i bastığımız zaman açılan naviqasiya panelidir. O da bura daxil olmuş olur. Zoom bölməsini əslində biz sizlə burada görmüşdük. Bu hissədə miqyas bölməsidir. Minimal miqyas bildirir ki, Word-də 10-dur, maksimum 500-dür. Standart halda 100 olaraq açılır. Sağ tərəfində isə Window lent qrupu yer alır və eyni pəncərədən iki dənə açmağımız mümkündür. Və kliklədiyimiz zaman New Window düyməsinə eyni pəncərənin kopyasından birini də açır. Digər pəncərəni əlavə edəcəm, görüm sizdə görünürmü, görünmürmü? Mənə bir dənə deyərsiniz onu. Hal-hazırda, məsəl üçün, burada belə bir dəyişiklik edək. Keçib digərinə baxıram ki, burada da eyni dəyişikliklər olmuş olur. Həmin pəncərənin yan-yana düzəsi olsaq, axır ki, askıra bildik. Yan-yana düzəsi olsaq, yəni view side by side bölməsi vasitəsilə yan-yana belə görəsi olsaq, hə, yox, sizdə bu bir pəncərə görünmür, bir dənəsini paylaşmışam. İki dənə pəncərəni yan-yana görməyimiz mümkündür. Yəni, qısacası, eyni pəncərənin kopyasını da yaradıb, yanında digər pəncərə ilə də birlikdə işləyə bilərik. Yəni, eyni pəncərənin kopyasını yaratmış olur sadəcə. Bir də makro, hə, switch Windows vasitəsilə də həmin pəncərələr arasında keçid etməyimiz mümkündür. Bir neçə pəncərə varsa, burada siyahıda çıxır həmin pəncərələr. Onların arasında keçid etməyimiz mümkündür. Makros bölməsi vasitəsilə də makros həmişə uşaqlara deyirəm, papuqay kimi yadınızda saxlayın, papuqay sözünə yadınızda saxlayın. Necə? Mouse demişim, makros papuqay kimi nə edirsən təkrarlayır. Yəni müəyyən vaxt kəsiyində edilmiş hərəkətləri təkrarlayır. Bir dənə makros yaradası olsam, həmin makros zamanı, yəni o başladıldığı, kaydedildiyi zamanda hansı əməliyyatları icra edirəmsə, həmin əməliyyatları yenidən təkrarlayır. Yəni makros aktivkən nə əməliyyat icra edirəmsə, o əməliyyatları təkrarlayır. Əslində makrosun anlamı böyükdür, sadəcə proqramımızda çox dərinliyini emməyib makrosun deyə ümumi məlumat deyir. Həmin məlumatda da müəyyən vaxt kəsiyində edilmiş əməliyyatları, icra olunan əməliyyatları təkrarlayır deyə yadınızda saxlasaz, bəs edir makrosla bağlı. Burada başqa bir şeyimiz qalmadı əslində bizim. Sualı qalan varmı? Sualı qalan varmı? Word, Xeyr, mən Word'la bağlı qısa yollarımız var, klaviatura qısa yolları var. Onları göndərəcəm WhatsApp-ınıza. Qısa sual-cavablar var, onları göndərəcəm qrupunuza. Bir də bir dənə rekordu saxlayayım. Hə, bir də